Deməli dostlar, bu günləri Bakıxanov qəsəbəsində sizin üçün 8 sot torpağı təqdim etməyə gəlmişik. Yerləşmə yeri haqqında istəyirəm məlumat verim. Ərazini tanıyanlar bilir. Bakıxanov ticarət mərkəzinə yaxındır. Qaraçuxur qəsəbəsinə gedən yola da yaxındır. Arablinka yolu, Asan xidmətə gedən yola da yaxındır. Yəni hər iki yolun ortasındadır. Ətraf hamısı həyət evləridir, villalardır. Bir dənə qardaş sən belə göstər, təxmini izləyicilər görəcək. 8 sot 40-ın 20-yə. 40 metr uzunudur zaborun içində. 20 metr də eynidir. Yerləşmə yeri dostlar, yenə qeyd edirəm, həqiqətən çox gözəldir. Razində, Bakıxanovda sport internat məktəbin arxası. Sonra haran deyim, Arablinka yolu, Asan xidmətə gedən yolun üstü. Sənədlər də tam qaydasında. Qiymət də 360.000 manatla satışa çıxır. Real alıcı olarsa, yəni bu torpağın sahibi ilə elə burada oturub inşallah razılaşma olur. Qiymətdə az da olsa indirim olacaq. Çünki dostlar qiyməti münasibdir. Yəni hardasa 40 neçə minə düşür sotu. Yəni burada da sotu 50.000, 55.000, 60.000 torpağın bir sotu qiyməti bu cürdür hal-hazırda bazarda. Yəni bu torpağın yiyəsi bu torpağı təcili satdığına görə 8 sotu ümumi 360.000 manatla satışa çıxardı. Təcili satır. Nömrəmiz səhifədə var dostlar. Kim istəsə buyurub əlaqə saxlaya bilər. Sağ olun, var olun. Bunu da göstərmək səbəbimiz oldu ki, yəni izləyicilərimiz tam dəqiq bilsin ki, torpağın yerləşmə yeri hara. Kontakt onun arxası. Bakıxanov Ticarət Mərkəzinin yanından yol gəlir, üzü Qaraçuxura gedir. Və bu yolun üstündədir. Talpuçkadan Bakıxanov Ticarət Mərkəzindən bura, yəni torpağın yanında. Hardasa 300 metrlik məsafədə. Tam olaraq göstərdim ki, dostlar biləsiniz. O yol neftçilərə gedən yoldur, Talpuçkanın qabağıdır. Oradan da bu arxa yolla gəlirik. Torpağın yanında çox yaxın bir məsafəsi var. Have you gone mad? Like a continuation of a dream. The square is filled with flowers. The soul will grow cold. Who's this rich man doing this? And under the window, barely breathing,